Ya Allah, getdik. Daha bir psixoloji testlə qarşınızdayım və şəklə diqqətlə baxın. İlk nə görürsünüz? Burada ilk görə biləcəyiniz iki şey var. Biri pəncərədən baxan və yaxud pəncərəyə baxan qadın, digəri isə kəllə sümüyü. Əgər siz ilk olaraq pəncərəyə baxan qadın görmüsünüzsə, bu sizin bəzən həyatda qarşıya çıxan təhlükələrə və incə işarələrə qarşı bir qədər biganə yanaşdığınızı göstərə bilər. Daxili dünyada romantik və hisslərlə yanaşma tərziniz var. Bu isə sizi bəzən düşünülməz qərarlar verməyə və riskləri düzgün qiymətləndirməməyə sövq edir. Və bundan da etdiyiniz hərəkətlərə görə sonra peşman olursunuz. Həyatda olan bu səmimi və bəzən sadəlövh baxışınız sizi gözlənməz nəticələrlə üz-üzə qoya bilər. Ancaq bu eyni zamanda sizi bənzərsiz və saf bir insan kimi də tanıdır. Çünki hər zaman pisliyi axtarmadan yaxşı niyyət hərəkət edən insanlar nadir tapılır və siz də bu nadir tapıntıdansınız. Yox, əgər kəllə görmüsünüzsə, bu sizin həyatı ayıq və analitik baxış bucağından qiymətləndirinizi göstərir. Həyat sizə o qədər dərs keçib ki, yəni sizin üçün artıq sizə heç nəylə təəccübləndirmək olmaz, demək olar ki. Və eyni zamanda da hamıdan istənilən bir pisliyi gözləyirsiniz və düşünürsünüz ki, zaten hamı sizə bir pislik eləmək üçün gəlib, amma bu yanaşma da düzgün deyil. Eyni zamanda siz real dünyanı olduğu kimi qəbul edən, hər şeyə sərt, məntiq və təcrübə prizmasından baxan insansınız. Yəni, romantikadan uzaq insanlarsınız, yəni hər şeyi real qəbul edirsiniz. Və buna görə də insanlar sizi bəzən soyuq və kinik, yəni ümidsiz və pessimist kimi qavraya bilirlər. Lakin əslində siz sadəcə olaraq həyatın sərt reallıqlarını erkən dərk etmiş bilirsiniz. Siz bilirsiniz ki, xoşbəxt anlar mövcuddur. Lakin onların davamlı olmayacağını da qəbul edirsiniz. Bu isə sizə eyni zamanda daha ehtiyatlı, ağıllı və ya həyat qarşısında hazırlıqlı edir. İndi isə şərhlərdə yazın, siz nə gördünüz və mən nə dərəcədə düz izah elədim.